Sabirabadda ölümlə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. Hadisə ötən gecə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan Qaz 24 markalı avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər kənd sakini hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qəzada ölənlərin kimliyi bəlli olub. Vəfat edənlər hadisə zamanı minik avtomobildə olan kənd sakinləri Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətovdur. Kəlbəcərdə isə Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü Hova markalı yük avtomobilinin idarə etməsini itirib. Nəticədə maşın çaya düşüb. Qəza zamanı sürücü Mustafayev hadisə yerindəcə ölüb. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində işləyirmiş. Baş vermiş faktlarla bağlı araşdırma aparılır.